Fevralın 6-sında Naxçıvan şəhərində Azərbaycan gəncliyi Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək adlı tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Heydər Əliyev və Azərbaycan gəncliyi adlı video şərh nümayiş olunub. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov çıxış ediblər. Sonra Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə bir qrup gənc mükafatlandırılıb. Tədbirin davamında Azərbaycan Gəncləri Günü dövlət gənclər siyasətinin nailiyyətləridir və Azərbaycan gənclər və idman siyasəti dünən, bugün və gələcəyə baxış mövzularında panel müzakirələr keçirilib.